Sovet hökumətinin vaxtından bu yol belədir. Avtobuslar sulan gedirlər, atdan sonra gəlirlər. Bir daha da oturamıyor avtobusa. Bir dəfə yanmayıblar da o vaxtı bir 20 il olar, nə bilim, nə qədər olar bilmirəm. Suraxanı rayonu yeni günəşli ərazisidir. Demək olar ki, buradakı olan yollar tamamilə bərbad gündədir. Yəni çuxurlar o qədər çoxdur ki, həm sürücülər, həm də piyadalar təhlükədədir. Bir dənə mərkəzdə, nə bilim, nazirlər keçdiyi yollar, onlar hamısı hamar kimidir. Amma qıraq-bucaq qəsəbələrə girin, bütün qəsəbələrə, nə ki yeni günəş. Narazıçılıq da, yəni başqa heç nə yoxdur. Heç bir iş görülmür. Stalara da pul gedir, ehtiyat hissələrə də pul gedir. Təbii ki, qollardır, çağalardır, hamısı, təkərlərdir, hamısı sıradan çıxır. Təhlükəlidir, əlbəttə ki, maşından biri gəlir, yamağı görür, tormuz atır, daldakı gəlir, onu köpüyü vurur. Bir dəfə yanmayıblar da o vaxtı, bir 20 il olar, nə bilim, nə qədər olar bilmirəm. Ondan sonra elə-belə qalıb, dağılır. Bir də su axıdır, burada kanalizasiya sulardır, nədir, heç kim su idarəsindən baxmırlar qətiyyən, bilmirəm sudur, nədir. Bu yolda belə çuxurlar çoxdur. Qazaboydur, nə bilim, hamısı dağılır. Sovet hökumətinin vaxtından bu yol belədir. 35 ildir mən bu günəşlidə yaşayıram, 35 ildir. Bu yolu elə belə qazıb yama, bir-iki dənə yama vururlar və salam. Maşını darmadağın eləyir. Hər yeri pis gündədir. Suraxanı rayonunun bu yeni günəşli qəsəbəsi, demək olar ki, Suraxanı rayonunda bir dənə normal yol yoxdur da. Hamısı pis gündədir. Avtobuslar sulan gedirlər, atdan sonra gəlirlər. Bir daha da oturamıyor avtobusa. Ayaqüstü gedəndə daha da vəziyyət pis olur. Özümüz də yıxılırıq. Belediyə, digər qurumlara müraciət edirəm. Bəli, eləmişəm. Çox eləmişəm. Zəng də eləmişəm, məktubda göndərmişəm. Onlar da deyiblər ki, nə vaxt dövlət vəsait o vaxt təmin edərik. Deyim, nə vaxt hər gün qəza, məktəblilər üçün təhlükəli. Piyada xətti var. Piyada xətti deyil axı, görünmür, oxunmur. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladı. Qurum sakinləri səbirli və ümidlərini üzməməyə çağırır. Həmin ərazidə rahat gediş-gəlişin təmin olunması istiqamətində tərəfimizdən cari təmir işləri icra olunur, amma əsas şəkildə təmirə ehtiyac olduğu üçün bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə tərəfimizdən təqdim olunub. İnvestisiya proqramına daxil edilməsi gözlənilir. İnvestisiya proqramı daxil ediləndən sonra tərəfimizdən həmin küçədə əsaslı təmir işləri icra olunacaq. Ümid sonda ölür deyirlər. Amma biz ümidimizi üzmürük. İnanırıq ki, mövcud problem həllini tapacaq. Məsələ diqqətimizdədir. Mövzuya yenidən qayıdacağıq.